Düzgün bir hissdə olmamağın bir problemi var ki, sənin normal olan davranışların başqa cür rəy alır. Məsələn, qadın bədəni 28 günlük hormonal dövrdədir və hər həftə eyni cür davrana bilmirsən. Bəzi həftələr həqiqətən emosional olursan, bəzi həftələr çox proaktiv olursan, lakin düzgün müşahidə edilmədikdə bunun sənin dəngisizliyin, sənin sabit olmamağın, sənin disiplindən əziyyət çəkməyin, disiplinsiz olmağın kimi şərhlər verilir, rəylər verilir və bu bir yerdən sonra insanı incidə, uzun müddətdə isə yora bilir. Ona görə bu videoda qadın bədəni hamısı var idi, dilə gətirilməyənləri istəyirəm çəkim. İlk olaraq onu deyim ki, qadın bədəni haqqında həqiqətən daha çox şey öyrənməliyik və bunu məncə məktəb yaşlarından öyrənməyimiz daha yaxşı olar. Çünki mən öz bədənimin hormonal dövrünü son 3 ayda öyrənmişəm və həyatımı artıq son 3 ayda ona əsasən qurmağa çalışıram. Ancaq həmin o 3 aya qədərki dövrdə mənim üçün çox çətin idi. Mən elə bilirdim ki, həqiqətən mən ayın bir həftəsi çox motivasiyasızam, mənim yəqin ki, böyük disiplin problemim var. Niyə mən bir həftə yaxşı işləyirəm, çox enerjiliyəm, növbəti həftə çox pisəm. Niyə mən bir həftə hər şeyə normal reaksiya verirəm, digər həftələr hər şeyə ağlayıram, mən zəifəm, mənim xasiyyətim pisdir, mən hələ də böyüməmişəm, nə vaxt böyüyəcəm, nə vaxt olacağam kimi özümü tənqid edirdim. Bununla yanaşı kənardan da mənə belə tənqidlər gəlir. Sən çox emosionalsan, sən çox reaksiya verirsən, bu qədər böyüdüləcək şey deyildi, bu qədər ağlanılacaq şey deyildi. Bu dövr barədə öyrənəndən sonra indi daha sakitəm, fərqindəyəm və həqiqətən bu barədə fərqindəlik qazanmamışdan öncə və sonra arasında yerlə göy qədər fərq var. Qadın bədəni adətən 28 günlük hormonal dövr içində dəyişir. Mən nə tibb tələbəsi deyiləm, nə həkim deyiləm, nə də tibblə bağlı həvəskar oxucu deyiləm deyə yanlış məlumatlar vermək istəmirəm. Bu barədə ətraflı siz Cycle Aware Living mövzusu başlığı altında oxuyub araşdıra bilərsiniz. Mənim izlədiyim və faydalı olduğunu düşündüyüm, maraqlı olduğunu düşündüyüm bu videonu izləyə bilərsiniz. Həqiqətən də biz əslində sabit deyilik. Hər həftə bizim enerjimiz dəyişir, hər həftənin dəyişməsi bizim məhsuldarlığımıza təsir edir, bizim emosiyalarımıza təsir edir və bu bizim problemimiz deyil. Bəli, biz bəzi həftələr həddindən artıq emosionalıq, bəzi həftələr həddindən artıq reaksiya veririk, amma bunu təhqir kimi yox, bioloji fakt olaraq qəbul etməliyik. Və əfsus ki, bizim qurduğumuz hazırki rejim, məsələn, iş rejimi, universitet həyatı, təhsil həyatı və s. bu dövrə tam uymur. Hər həftə eyni produktivliyi göstərə bilmirik. Buna görə müəyyən çətinliklər yarana bilir. Ən azından bunu necə azalda bilərik, necə aradan qaldıra bilərik, bundan danışmaq istəyirəm. Və bu barədə video çəkməli olduğum ideyası mənə necə gəldi? Rəfiqəmlə danışırdım ki, son aylardır bu barədə öyrənmişəm və mənə həqiqətən çox faydalı gəlir. Əslində mənim heç bir problemim yox imiş, xasiyyətimlə falan. Əslində yəni sabit xasiyyətim də var imiş, hər şey qaydasında imiş. Sadəcə mən fərqində deyildim məndə nə baş verir və bu məni narahat eləyirmiş. Bunu danışandan sonra rəfiqəm dedi ki, əslində mənim də bu barədə heç məlumatım yoxdur və biz yaşadıq. Bunu mən bir çəkim, faydalı, həm də maraqlı bir söhbət olar deyə düşündüm. İndi isə keçək dövrlərə. Bizim hər ayın ilk 3-7 günü menstrual faz gedir. Yəni menstruasiya dövrümüz. Həmin dövrdə də bizim ağrılarımız, sancılarımız, yorğun olduğumuz dövr. Bu videoda daha ətraflı görəcəksiniz ki, həmin müxtəlif həftələrdən bizim hansı yeməyə daha çox ehtiyacımız var, məsələn, hansı həftə daha çox yuxuya ehtiyacımız var kimi daha dəqiq o videodan izləyin. Məncə mən də o videodan çox şey öyrənmişdim, çox faydalı idi. Amma burada da ümumi danışıram. Növbəti ikinci həftə gəlir folikulyar faz. Bu fazda daha artıq enerjiliyik, menstruasiyamız bitib. Dediyim kimi mən tibbi terminlərə çox da bələd deyiləm. Ona görə icazənizlə bu hissəni sizin üçün oxuyacağam. Beyindəki hipofiz fəzindən ifraz olunan folikul stimullaşdırıcı hormon yumurtalıqlarda folikulları, yumurta hüceyrələrini ehtiva edən kisəcikləri stimullaşdırır. Bu fazın sonunda bir folikul dominant olur və yumurta inkişaf edir.
Eyni zamanda östrojen hormonu uşaqlıq divarının qalınlaşmasına və hamiləlik üçün hazırlıqlara başlayır və bu həftənin simptomları enerji artımı, daha sabit emosional vəziyyətdir. Həqiqətən də mən menstruasiyadan sonraki dövrdə artıq menstruasiyadan əvvəl hansı planlarım var idisə, nələr yaratmaq istəyirdimsə, məsələn, kontent olsun, nə fikirlərim var idisə, həmin dövrdə mənə daha çox ideyalar gəlir. Aha, bunu da çəkim, bunu yazım. Yəni məsələn, menstruasiya dövründə mən özümü məcbur edirəmsə, bunu çəkim, bunu düşünüm, yazım, ağlıma heç nə gəlmirsə, növbəti həftə çox rahat şəkildə mənim ağlıma yeni ideyalar gəlir, çox rahatlıqla fikirlərimi qeyd edə bilirəm, ekran qarşısına keçə bilirəm. Yəni bu döngünü izləmək həqiqətən də həyatı türkçə desək kolaylaşdırır. Üçüncü faz ovulyasiya fazı. Dövrün ortalarında təxminən 14-cü gündür. Mən sizin üçün oxuyacağam. Lutealləşdirici hormonun ani artışı yumurtalıqdan bir yumurta hüceyrəsinin sərbəst buraxılmasına səbəb olur və bu hadisə ovulyasiya adlanır. Yüngül qarın ağrısı, ovulyasiya ağrısı, istilik ifrazının artması və şəffaflaşması. Sosial mediada çox eşitdiyim və haqq verdiyim bir fikir var ki, bizim qadın bədənində sahib olduğumuz dəyişikliklər, xəstəliklər və s. kişilərə aid olsaydı, yəqin ki, bu arada daha çox məlumatımız olardı. Sabit ola bilmirik və bu tamamilə normaldır. Adətən sadəcə menstruasiya dövrü kimi bilirik, amma əslində kadr arxası belə deyilmiş. Menstruasiyadan əvvəl, menstruasiyadan sonra, menstruasiyadan bir həftə qabaq, 2 həftə qabaq deyə hər ayımız belə qarmaşa içərisində keçir gedir. Amma bunu öyrənəndən sonra planları bu həftələrə uyğun ayarlayandan sonra həqiqətən daha produktiv hiss eləyirəm. Bunu araşdırmaq ona görə yaxşıdır ki, çünki mən elə bilirdim ki, bəzi həftələr mənim motivasiyam var, o bir həftə mənim motivasiyam yoxdur, mənim disiplin problemim var və s. Bu fərqindəlik qazanmaq ilk mərhələdə kömək olur. Daha sonra da bu fərqindəliyə əsasən planlar qurmaq produktivliyinizi artırır və produktiv olduqda, yaratdıqda, özünüzə verdiyiniz sözləri tutduqda bu özgüvəninizə də çox yaxşı təsir eləyir. Denəndə onaylandı. Dediyim kimi, həkim deyiləm ya da tibb tələbəsi deyiləm də, bunu çox tibbi şəkildə izah eləyə bilməyəcəm. Hormonal döngümüz 4 mərhələdən ibarətdir. Bu barədə dediyim kimi, Cycle Aware Living başlığı ilə məlumatlar əldə edə bilərsiniz. Artıq bizim əlimizdədir. Bir-birimizə belə fərqindəliklər qazandıraq. Daha çox məlumat əldə edə bilərsiniz.